Salam aleykum. Qəlbi mərhəmətli, ruhu güclü və daim Allah qorxusu ilə yaşayan dəyərli, hörmətli izləyicilərim. Necəsiniz? İnşallah hər biriniz yaxşı olarsınız. Bugün bildiyiniz kimi mənim bir kitabım yayınlanmışdı. Bir neçə müddət əvvəl Üfüqdə Parlayan İşıq adlı kitabım elektron formada e-kitabxanada və qlobal üzrə Drive to Digital platformasında qlobal yayımlanmışdı və ingiliscə Azərbaycan dilində idi. Sonra mənə çox istək gəldi ki, çox mesaj gəldi ki, bəs bu kitabı YouTube'da audio formasında, yəni səsli formada danışmanızı xahiş edirik və mən də düşündüm, çox fikirləşdim və qərar verdim ki, bu kitabı səsli formada çəkməyə şükürlər olsun bu günümüzə qismət oldu. Bugün onu çəkirik sizinlə bir yerdə. Video uzun ola bilər biraz. Sizdən xahişim sonuna qədər dinləməyi və izləməyi unutmayın. Hər bir kəsin dəstəyi mənim üçün önəmlidir. Əsas maddi deyil, mənəvi dəstək daha çox önəmlidir. İnşallah sonuna qədər dinləyərsiniz, izləyərsiniz. İndi isə Üfüqdə Parlayan İşıq adlı kitabımın giriş hissəsindən başlayaq. Giriş. Bəzən bir insanın həyat hekayəsi millərlə insana güc verir. Bu kitabda bir hekayədir. Ağrının içindən doğan ümidin, qaranlığın içindən çıxan bir işığın hekayəsi. Hər bir həyat hekayəsi bir başlanğıcla başlayır. Amma mənimki biraz fərqli idi. Bu kitabı yazmaqla təkcə öz həyatımı deyil, həm də eyni mübarizəni yaşayan, səssiz qalan, amma içində böyük bir alov daşıyan hər bir insanı təmsil edirəm. Mən bu sətirləri yazarkən yalnız özüm üçün deyil, valideynlərim üçün, mənə inanan müəllimlərim üçün, yol boyu mənim yanımda olan dostlarım və xeyirxah insanlar üçün yazıram. Onların sevgisi, duaları, inamı olmasaydı, bəlkə də bu kitab heç vaxt yaranmazdı. Bu kitabı həmçinin ana və atama həsr edirəm. Çünki mənim ilk güc qaynağım onlar idi. Anamın göz yaşlarında gördüyüm səbir, atamın baxışında hiss etdiyim dua, qəlbimdə bir ömürlük iz buraxdı. Hər dəfə yıxılandan məni qaldıran əllər və hər dəfə bacarırsan oğlum deyən səslər mənim motivasiyam oldu. Bu kitabı həm də həyatda çətinliklərə üzləşən, amma geri çəkilməyən hər bir insana həsr edirəm. Çünki bilirəm ki, hər bir ağrının içində bir nur, hər bir çətinliyin sonunda bir ümid gizlənir. Bu kitab sənin, mənim və bizim kimi insanların kitabıdır. Ruhundan düşməyənlərin, içindəki işığı söndürməyənlərin kitabı. Mən bu kitabı yazmaqla bir məqsəd daşıyıram. Göstərmək istəyirəm ki, əlillik, xəstəlik, çətinlik heç bir insanı məqsədindən, hədəfindən və arzularından uzaqlaşdıra bilməz. Mən fiziki qüsurlu doğulmuşam və hal-hazırda onurğamda 4-cü dərəcədən ağır skalyoz, kifoz xəstəliyi var. Bədənimdəki oynaqlar düzgün yerləşməyib. Daxili orqanlarım sıxlıq içindədir. Bəzən nəfəs darlığı və ürək sıxıntısı keçirirəm. Amma bütün bunlara baxmayaraq mən bu kitabı yazdım. Çünki istədim ki, oxuyan hər kəs bilsin. Və heç bir bədən əngəli ruhun azadlığına mane ola bilməz. Uşaqlıqdan etibarən həyat mənim üçün asan olmayıb. Hər addımın bir mübarizə, hər nəfəsinin bir zəfər idi. Amma mən heç vaxt geri çəkilmədim. İçimdə daim bir səslə danışırdım. Öz iç səsim, Allah tərəfindən göndərilən bir mesaj. Rəbbim, mənə güc ver. Hər çətinliyi aşmağı mənə göstər. Mən geri çəkilməyəcəyim. Amma köməyin olmasa, mən bunu bacara bilməyəcəyim. Bu kitabda mənim hekayəm yalnız mənim deyil, bu hər bir çətinliklə üzləşən, amma hədəflərindən vaz keçməyən insanların hekayəsidir. Burada sən uşaqlıq illərimdən başlayaraq xəstəlik, əlilliklə mübarizə,
təhsil uğurlarım, dostluq və sevgi hekayələri, hətta universitet həyatı və hədəflərimə çatdığım dönəmi görəcəksən. Bunu yazmaqla istəyirəm ki, oxuyan hər kəs bilsin. Həyatında nə qədər maneələr olsa da, insan iradəsi və Allaha inamı ilə hər şeyi aşmaq mümkündür. Hazırsansa səninlə uşaqlıq illərimə doğru bir səyahətə çıxaq. Hissləri, səsləri, xatirələri ilə birlikdə. Bölmə 1. Uşaqlıq illərim. Mən 30 yanvar 2005-ci ildə Yevlax Rəner kəndində dünyaya gəldim. Anamın yuxusundan mənim gələcəyim barədə xəbər verilmişdi. Yuxuda 2 nur üzlü insan ona demişdi: sənin oğlun olacaq və onun adını Nur Məhəmməd qoyacaqsan. O an anamın ürəyi sevinç və qorxu arasında idi. O zaman heç bilmirdi ki, mənim dünyaya gəlişim həm də böyük bir sınaqla başlayacaq. Doğulduğum zaman mən çox yüngül və balaca idim. Sanki bədənim qarşıma çıxacaq çətinliklər barədə mənə xəbər verirdi. İçimdə daima bir his vardı. Bütün maneələr olacaq, amma mən onları Allahın köməyi ilə aşacağam. Atam və anam mənim fiziki qüsurlu olduğumu, doğulduğumu bilmirdilər. 2-3 gün keçdikdən sonra bu xəbər anamın qulağına çatdı. Anam o an çox pis oldu. Göz yaşlarını saxlaya bilmədi. Mən isə baxışlarımla onu sakitləşdirməyə çalışırdım. Amma bu hələ uşaq baxışlarının dilindən çox uzaq idi. Atam anama dedi: narahat olma, hər şeydə bir xeyir var. Allahın bir bildiyi vardır əlbət. Anam baxışlarını yerə dikdi. Amma atamın sözləri ona təsəlli verdi. O an mən anlamasam da bir şey bildim. Hər çətinliyin arxasında bir işıq var. Uşaqlıq illərimdə yanımda daim dəstək olan insanlar var idi. Acılı qələmim hər zaman yanımda olurdu. Dayılarım, Cümşüd və Mürşüd dayım. Həm mənə maddi, həm də mənəvi dəstək olurdular. Həm də onlar anamın ruhuna dəstək olurdular. Doğulduqdan sonra bir həftə ərzində anam və Mürşüd dayım arasında tez-tez telefon danışığı oldu. Mürşüd dayım xəstəliyin barədə məlumatlandırmışdı, xəbəri var idi. Biz kənd yerində qaldığımız üçün burada həkimlər biraz təcrübəsiz olduğundan Mürşüd dayım tez anama zəng edib onun Bakıya gəlməsini xahiş edirdi, tələb edirdi hətta. Və bir gün belə bir söhbət oldu. Bacı, uşağı bura gətirək Bakıya. Dayım inanmış səslə anama deyirdi. Anam isə narahat şəkildə deyirdi: maliyyə, yol uzun, uşaq isə narahat. Dayım isə ona yenidən deyirdi, əsəbi tonda: pul tapılar, yol tapılar, amma uşağın sağlamlığı tapılmaz. Bir həftə sonra mən Bakıya gətirildim. İlk dayanacağımız yer Fəridov adına Pediatriya İnstitutu, yəni indiki el arasında Ümidi xəstəxanası kimi tanınan yer oldu. Sonra isə Bakı şəhər uşaq nevroloji xəstəxanası oldu. Orada mənim həyatımda silinməz bir iz oldu deyək. Orada professor Mahirə Mirəliyeva ilə tanış oldu. Həkim anamın gözlərinə baxaraq dedi: bu uşağın içində çox güclü bir həyat eşqi var. Sadəcə biraz zaman, biraz da inam lazımdır. Mən hələ çox kiçik olduğum üçün anlayışım məhdud idi. Amma anamın üzündəki ümid işığı mənim içimi isindirdi. Artıq tutaq da yeriyirdim. Həkimin otağına girdik, qapı açıq idi. Qapıdan tutaraq içəri daxil oldum. Mahirə həkim gülümsəyərək mənə baxdı. Adın nədir balam? Məhəmməd dedim. O biraz sustu. Sonra zarafatla soruşdu: aşıq olmazsan ki sən böyüyəndə? Mən bir anlıq sustum. Başımı aşağı salıb utana yox dedim. Otaqdakı hər kəs gülüşdü. Həkim yumşaq səslə dedi: baxın, həm utancaq, həm cəsur oğlandır bu. Böyüyəndə ürəkləri fəth edəcək. Uşaqlıqda ən çox sevdiyim oyunlardan biri gizlənbac, hündürmədi və futbol idi. Gizlənbac oynayanda bacım həmişə deyirdi: tez gizlən, Nur Məhəmməd, mən səni tapacağım. Mən zəif qaçsam da onların gözlədiyini bilirdim və bu məni sevindirirdi.
Gizlənpat zamanı hündür yerlərə çıxanda, kölgələr arasında gizlənəndə ürəyim sürətlə döyünürdü. Amma eyni zamanda böyük bir həyəcan və sevinç hissi içimi doldururdu. Bacım məni tapanda dərhal gülürdü. Tapdın məni, indi mən səni tapmalıyam. Hündürmətin oyununda isə bəzən hündür yerlərə qalxmaq və ya bir yerdən digərinə keçmək çətin idi. Amma əmim uşaqları, bacım həmişə mənim yanımda olurdular. Onlar mənim üçün əlverişli şərait yaradır, addımlarımı izləyir, hər dəfə uğurla hədəfə çatdanda sevinirdilər. Mən də hər uğurla hərəkətimdən sonra qısa qışqırıq atırdım. Baxın, mən də edə bilirəm. Mini futbol isə mənim üçün ayrı bir aləm idi. Atam, əmim uşaqları, dayım uşaqları mənimlə oynayırdı. Topu mənə atanda diqqətlə tuturdum, əlimdən buraxmamaq üçün bütün gücümü sərf edirdim. Topu vuranda isə kənarda qışqıranların sevinci məni daha da həvəsləndirirdi. Bacım, əmim uşaqları mənə baxıb deyirdilər, gözəl vurdu Nur Məhəmməd. Bu oyunlar yalnız əyləncə deyildi, onlar mənim üçün gücümü sınama, əzmkarlığımı artırma və ümid yaratma təcrübəsi idi. Hər qələbə, hər sevinclan mənim içimdə bir inam toxumu səpirdi. Mən bacaracam, hər şey mümkün olacaq. Bir gün ayağımı ilk dəfə qırdım. Seyvan açıq idi, pişiklərimiz ana və 4 balası var idi. Həmin oğlu bizə gəlmiş idi ki, orada vaxt idi. Anam dedi ki, pişikləri onlar kresloda oturmuşdu. Demişdi, pişikləri qonaq çələsək, pişikləri yerə qoyun, həyətə düşürün. Həmin oğlu bir apardı, ən son bir bala pişik qaldı. Mən də onu qucağıma aldım, seyvan qırağına gəldim, yəni heyvanın kənarına. Orada əmmi oğluna pişiyi verərkən pişik məni caynaqladı və mən də çox yüngül idim və necə deyim, özümü idarə edə bilmirdim tam şəkildə. Uşaq idim, təxminən 6-5 yaşım olardı. Nəsə, pişik məni caynaqladı, mən özümü idarə etməmi itirdim və oradan yerə düşdüm. Yerə düşdüyüm an sağ ayağım ilk dəfə qırıldı. Kiçik daşa dəyib qırıldı. O an acı hiss etdi, amma qəribə də bir hiss var idi içimdə. Məni tez aparıb həkimə apardılar və gedəndə düşündüm. Acı çəkirəm, amma bu mənim əzmimi sındıra bilməz. Hacıvqar əmim mənim üçün həmişə böyük dəstək oldu. O, mən doğulanda artıq qüsurlu olduğumu bilirdi. Ən peşəkar həkimlərə gətirirdi. Hər qrip və qızdırma zamanı bizi həkimlərə aparır, Bakıya müalicəyə gətirirdi. Bir dəfə mən ona dedim, Hacıvqar əmim, mən böyüyəndə universitetə gedəcəm və bunu sənə sübut edəcəm. O isə gülümsəyərək dedi, bilirsən Nur Məhəmməd, sən bacaracaqsan. Allah yanında, mən də yanındayam. Bu sözlər mənim üçün əbədiyyət qədər dəyərli oldu. Qorxduğum anlar çox idi. 6-7 yaşımda əmmi oğlu ilə eyni sinifə gedəcəyimizi gözləyirdim. Lakin birdən bir hadisə oldu. Biz toya getmişdik. Ora çox sürüşkən, kafel olduğuna çox sürüşkən idi. Orada yeyib içdən sonra toyun axırına yaxın idi. Bir uşaq var idi, gəldi dedi ki, səninlə oynamaq istəyirəm, gedə oynayam. Mən də uşaq edib həvəsləndim, onun arxasında gedərdə. Ayağım sürüşdü və kafeldə sürüşdüm, yıxıldım. O an ayağım 4-cü dəfə qırıldı. Bu qorxu məni həm daha möhkəm və qərarlı etdi. Ən çətin sınaqlarım isə qızdırmalarla bağlı idi. Bəzən 39-40 dərəcə qızdırma ilə sudurma keçirirdim. Həkim Vaqif hər dəfə məni ölümdən qurtardı. Bir dəfə 39 dərəcə qızdırma ilə xəstə olduğum zaman qorxurdum ki, bəlkə bu dəfə də ayağa qalxa bilməyəcəyəm. Amma yenə də Allahın köməyi ilə sağaldım. Uşaqlıq illərimdə mənə motivasiya və dəstək çox gəlirdi. Atamın duaları, Hacıvqar əmmimin sözləri həmişə qulağımda səslənirdi. Allah hər çətinlikdən sonra bir mükafat verər. Hər qırıq, hər xəstəlik, hər sınaq mənim üçün bir dərs olurdu. İçimdə bir his vardı. Çətinlik nə qədər böyük olsa da, əzm və inam hər şeyi aşar. İndi isə gəlin sizlərlə birlikdə bölmə 2, xəstəlik və əlillik bölməsinə keçid edək. Buna başlamadan öncə sizə bildirim ki,
Burada baş verən hadisələr təkrar sizə görünə bilər, amma elə deyil. Sadəcə bir xatırlatmaq kimi düşünün. Yəni burada baş verənləri yenidən insanlara xatırladıram ki, mən kiməm, nəyəm, hardan, hara gəlmişəm. İndi isə bölmə 2 xəstəlik və əlilliyə keçid edək. Uşaqlıq illərimdə ayağıma ilk dəfə qırdığım günü hələ də xatırlayıram. Seyvan açıq idi, pişiklərimiz ana və 4 balı ilə orada oynayırdı. Günorta vaxtı əmmə oğlu pişik balanlarını seyvandan həyətə qoyurdu. Mən birini qucağıma aldım və əmmə oğluna verərkən ayağım birdən sürüşdü və düşdüm yerə. O zaman ayağım kiçik bir daş parçasına dəyərək yenidən qırıldı. Yolda həkimə gedərkən acı içində özümlə danışırdım. Acı çəkirəm, amma bu mənim əzmimi sındıra bilməz. Allah mənim yanımdadır, buna inanmalıyam. Qorxu və təşviş içində məni tez maşına mindirib həkimə apardılar. Rentgen çəkildi, ayağım cipsə qoyuldu. Ailəm isə çox pis oldu. Anam və atamın gözlərindəki narahatlıq mənə əlavə yük kimi gəlirdi. Amma mən sakit olmağa çalışırdım. Sonradan sanki içimdən bir səs eşitdim. Qorxma, hər şey yaxşı olacaq. Allah sənin yanındadır. Ayağım cipsli idi. Həyəcan və qorxu içində həkim otağına baxırdım. Ramiz doktor gülümsəyərək dedi. Oğul, narahat olma. 20 günə ayağın açılacaq və yeriyəcəksən. O an ürəyim həm qorxudan, həm də biraz da olsa sevincdən döyünürdü. Düşünürdüm, bəlkə bu dəfə hər şey yaxşı olacaq. Anam və atam yanımda oturmuşdu. Anam belimə yumuşaq bir döşək qoymuşdu ki, belimin ağrısı azalsın. Amma gözləri dolmuşdu. Mən gözümü açıb ona əsəbi tonda dedim. Nə olub? Niyə ağlayırsan? İnşallah Allahın izniyle sağalacam da. Atam sakitcə əlimi tutdu. Bilirik, oğlum, Allah səninlədir. Sən güclüsən, hamımız yanındayıq. Vacıvıqır əmim, dayılarım, Cümşüd və Müşüd, dayım, bibilərim, qohməqrəbə da gəlib mənə dəstək olurdular. Onların hər bir yanımda olduqda ürəyimdə bir istilik yaranırdı. Belim ağrıyanda belə anamın yumuşaq əli altında yuxuya gedirdim. Bəzən onu ağlayarkən görürdüm və əsəbi tonda yenə deyirdim. Nə olub yenə niyə ağlayırsan? İnşallah Allahın izniyle sağalacam da. Qızdırma və xəstəlik zamanı Vaqif və Nürəddin həkim də mənimlə öz balaları kimi məşğul olurdu. Hər iynə, hər müayinə zamanı deyirdilər. Sən bacaracaqsan oğul, sən güclüsən. O sözlər içimdəki qorxunu azaldır, ümid və əzmi artırırdı. Oyunlar isə mənim üçün günün ən xoş vaxtı idi. Mini futbol, gizlənbaz, hündürməti, oğullarım Tərlan və Nurlan, bacım və qohumlar sırf mən əylənim deyə məşğul olurdular. Mən 100% bilirdim ki, onlar sırf mən əylənim deyə məşğuldurlar. İstər futbolda, istər gizlənbazda, istərsə də hündürmətində. Onları tapanda, onlarla oynayanda içimdə böyük bir sevinç dalğası yaranırdı. Hər anı xoşbəxt keçirirdim. Hər zaman yanımda olan aləmə, həkimlərimə deyirdim. Şükürlər olsun ya Rəbbimə. Ayağımın 4-cü qırığı 2014-cü il. 2014-cü ildə qohumuzun toyunda idik. Atam, anam, bacım və mən restoranda oturmuşduq. Yeyib içdik, əyləndik. Sonra restoran kafil olduğundan sürüşkən idi. Bir uşaq mənə yaxınlaşdı. Dedi, səninlə oynamaq istəyirəm. Mən də razılıq verdim və onunla birlikdə oynamaq üçün getdim. Biz sonra qaçı tutdu oynayarkən ayağım həmən kafildə sürüşdü və mənim 4-cü ayağımın qırılması oldu. O gün bazar günü idi. Heç bir xəstəxana, heç bir laboratoriya, yəni rentgen yeri
açıq değildi. Həkimlər belə izinli idi, yəni iş günü değildi. Amma vəziyyətim təcili olduğunu biz maşına minib tez Ramiz doktoru çağırdı. O gəldi, baxdı, ciddi dedi. Rentgen lazımdır, yoxsa vəziyyət pisləşə bilər. Yusuf doktora zəng etdi, amma o dedi ki, Bakıdan qonaqlarım var, gələ bilmirəm. Ramiz doktor isə düşündü və dedi, başqa bir yol axtarmalıyım. Amma təklif olunan yolların heç biri alınmadı. Nəhayət Yusuf doktor yenidən zəng etdi. Sizi rentgen yerində gözləyirəm. Tez gəlin. Biz sevincək oraya getdik. Rentgen otağında anam və həkim var idi. Atam isə çöndən pəncərədən baxırdı. Otaqda birisi atama yaxınlaşdı və soruşdu. Bu uşaq niyə belədir? Hər dəfə qırılır. Niyə əməliyyat etdirmişsiniz? Atam onu tanımadı. Sakitcə cavab verdi. Sonra məlum oldu ki, bu Bakı City Hospitalın baş həkimi Bayram doktordur. Yusuf doktor əməliyyat təklif etdi və qiymətlər danışıldı. Əvvəlcə 1500, 1400, 1300, ən sonunda isə 1000 azına gəlib düşdü. Biz evə qayıtdıq. Çətin bir dövr idi. Kasıbçılıq, kimsədən yardım istəməyə üzümüz yox idi. Qonşu kənddən Tofiq baba xəbəri eşidib cümə namazında atama dedi. Dərd eləmə. Allah eləsin, Təkin Nur Məhəmməd qalxıb yerisin. Sabah hazırlaşın, uşağı gezdirmədən əməliyyat aparın. Atam göz yaşları içində evə qayıtdı. Sevincini gizlədə bilmirdi. Ertəsi gün Mercedes markalı taksi gəldi və bizi Bakı City Hospitalına apardı. Hospitala daxil olduq, məni otağa aldılar və bir gün boyunca yoxlanışlardan keçdim. Növbəti gün əməliyyat zamanı Bayram doktor özü məni təcəlli yataqda əməliyyat otağına apardı. Mən həyəcanla soruşdum. Doktor, əməliyyat çox çətin olacaqmı? Bayram doktor sakit bir təbəssümlə cavab verdi. Sən qorxma, hər şey yaxşı olacaq, mən yanındayım. Narkoz verilmək üzrə idi və mən gözümü doktorun üzünə sataşdı. Mənim gözüm doktorun üzünə sataşdı. O, rentgenimiz skalyozumla bağlı bütün qeydləri diqqətlə yoxlayırdı. Mən içimdən düşünürdüm. Əgər əməliyyat uğursuz olarsa, bəs mən yenidən yeriyə biləcəmmi? Əməliyyat başladı. Mən yuxu içində, ağ külli içində fiziki qüsursuz bir insan idim. Sanki bütün sarsıntılar yox olmuşdu. Yuxudan oyandığım zaman nur üzlü bir insan mənə dedi. Sən Allahın sınaqlarına səbr etsən, o səni mükafatlandıracaq oğul. Unutma, Allah daima səninlədir. Ayağım tikişlərlə bağlananda gözümü açdım. Otaqda anam və atam sevinclə dururdu. Həkim gəlib mənə baxanda dərhal soruşdum. O bir ayağımı niyə bağlamışsınız? Həkim gülərək cavab verdi. Oğul, ayağın düz olsun deyə etmişik. İnşallah 20 günə ayağını açıb yeniləyəcəksən. Və elə də oldu. Allahın köməkliyi ilə 20 günə ayağım açıldı və yenidən normal hərəkət etməyə başladım. Onu da bildirim ki, atam ödəniş edərkən Bayram doktor 900 azın ödəyin demişdi. Əməliyyatdan sonra çeki yoxladıqda gördük ki, cəmi 901 manat ödənilmiş və Bayram doktor özünə sadəcə 1 manat məbləğ götürmüşdür. O an həm sevinç, həm də rahatlıq, həm də minnətdarlıq hissi içimi doldururdu. Birinci dəfə ayağım qırıldığında bağçaya gedə bilmədim. İkinci dəfə qırıldığında yenə getmədim. Üçüncü dəfə isə məktəbə, yəni birinci sinifə gedə bilmədim. Dördüncü dəfə isə əmim oğlu ilə birgə məktəbdə oxuya bilmədim. Amma bu çətinliklər mənim ətrafımdakı insanların dəstəyi ilə yüngülləşdi. Qohumlar, ailə üzvləri hər zaman yanımda idi. Mənim əsas motivasiyam isə daxilimdən gələn səs oldu. Allah daima səninlədir. Bu bir sınaqdır. Səbr etsən mükafatlandırılacaqsan. Xəstəlik və qırıq zamanı anam və atam mənim pis olduğumu görəndə mən onlara saat şəkildə deyirdim. Nə olur? Pis olmayın. Sağalacağım. İnşallah universitetə gedəcəyim. Futbolda oynayacağım. Onlar hər dəfə gülümsəyir, mənim sözlərimdən təsəlli tapırdılar. Ən çox qorxduğum hallar
Qızdırmalar və ayağımın 4-cü dəfə qırılması idi. Qızdırmalar zamanı bəzən sudurğa keçirirdi. Ayağım qırıldığında isə 40 gün gipsdə olmaq, ailənin narahatlığı və məktəbdən geri qalmaq qorxusu məni pis edirdi. Yenə də daxilimdəki səs mənə deyirdi: səbirli ol, Allah daima səninlədir, hər şey gözəl olacaq. Əmin və həkimlərin sözləri mənim üçün də böyük təsir göstərirdi. Səbirli ol, oğul, hər şey sənin üçün yaxşı olacaq. İnşallah bu günlərdə keçəcək. Möcüzəvi anlar. Avtobus hekayəsi. 2017-ci ilin payız fəsli idi. Atam işi olduğundan yığlaqda qalmalı oldu. Biz isə anamla birlikdə Bakıda müalicə alırdıq. Həm mənim müalicəm üçün. Hər dəfə müalicəyə gedəndə atam bizi aparır, sonra gətirirdi. Bu dəfə isə o və daim işdə idilər. Anamla yalnız 2 nəfər idik. Xəstəxanadan çıxıb avtovağzala doğru yola düşdük. Biletləri almaq üçün içəri keçdik. Anamın kövrək səslə zəng etdiyini hiss etdim. Rıza, biz avtovağzalda qalmışıq. Bilet tapa bilmirik. Atam sakitcə cavab verdi. Narahat olmayın. Müşid dayınız sizə gətirəcək. Hər şey həll edər. Anam başını aşağı saldı. Məni qucaqlayıb yavaşca ağlamağa başladı. Hiss edirdim. O an hər şey itmiş kimi idi. Birdən uzaqdan bir cavan oğlan gəldi. Sakitcə, amma aydın şəkildə. Zakatala, Zakatala. Anam dərhal ona tərəf qaçdı. Xahiş edirəm, kömək edin. Biz uşağımızla bileti tapa bilmirik. O gülümsəyərək bizə yaxınlaşdı və bütün əşyalarımızı avtobusun qarşısına qoydu. Mən artıq avtobusa oturmuşdum. Anam ətrafımı düzəltdi, hər şey qaydasına düşmüşdü. Səyahətə başlamasından əvvəl anam təşəkkür etmək istədi. Amma avtobus sürücüsünə baxıb soruşdu. Bəs o cavan oğlan hardadır? Bizə kömək etdi, təşəkkür etmək istəyirdim. Sürücü biraz çaşdı. Xanım, hansı cavan oğlan? Buraya siz 2 nəfər gəlmişsiniz. Uşaq yanınızda idi, heç kim başqa olmayıb. Bizdə heç kim sinə gəlmədi. Anam şokda qaldı, gözləri doldu. Mən isə sakitcə ona baxırdım. Sanki bir möcüzə baş vermişdi. Biz Allahın izni ilə sağlam şəkildə evə çatdıq. O hadisədən sonra bir daha anladım ki, Allah bizə bəzən mələklər göndərir. Amma biz onları sadə insanlar kimi görürük. Bu təcrübələr mənə öyrətdi ki, insan belə hallarda birinci Allaha güvənməli, inanmalı və ona həvalə etməlidir. Sonra isə özünə inanmalı, hər sınağın bir dərs olduğunu anlamalıdır. Səbr edən və inanan insan Allah tərəfindən mükafatlandırılır. Mən isə hər dəfə ayağa qalxdıqca bu dərsi daha dərindən başa düşürdüm. İndi isə keçid edək bölmə 3, yəni təhsil və mübarizəyə. Bölmə 3, təhsil və mübarizə. Mənim təhsil yolum həm çətinliklərlə, həm də həyat dərsləri ilə dolu oldu. 1-ci sinifə 2013-cü ildə başladım. Ayağım hələ tam güclü deyildi və bəzən fiziki qüsurum mənim üçün maneə yaradırdı. Məktəb həyatı həm maraqlı, həm də qorxulu idi. İlk günlərdə sinifdə bəzən uşaqlar mənimlə düzgün rəftar etmirdilər. Oyunlara dəvət olunmurdum. Amma sinif rəhbərim, Lətafət müəllimə mənim üçün böyük dəstək oldu. Bir gün mən üzülüb kənarda oturmuşdum. Müəlliməm mənə yaxınlaşdı. Nur Məhəmməd, sən fərqlisən. Amma fərqli olmaq pis deyil. Sən bacarıqlısan və əzimlisən. Özünü qorxutma. Dostlar səni başa düşəcək. Mən də dedim. Müəllimə, bəzən uşaqlar mənə baxmır. Oyunlara dəvət etmirlər. O gülümsəyərək dedi. Əzizim, səbr et. Sənin xoşbəxt olmaq üçün biz buradayıq. Görəcəksən, onlar da səni anlayacaq və dostluq göstərəcək. Zaman keçdikcə sinif yoldaşlarım da mənə yaxınlaşdı. Onlar mənim ağır çantamı evə kimi daşıyır, məni yola salırdılar. Hər günün sonunda mən hiss edirdim ki, onlar mənimlə yalnız oyun oynamaq üçün deyil, həqiqətən mənim yanımda olmaq üçün varlar.
Bu dəstək 11-ci sinifə qədər davam etdi. 2018-ci ildə 5-ci sinifə keçid edəndə sinif rəhbərim Sədaqət müəllimi oldu. Müəllimlərim də dəyişdi. Sinifdə yeni uşaqlar gəldi. Bir gün açıq dərs keçirilirdi. Mən xəstəlik səbəbilə tam hazırlana bilməmişdim. Amma evdə çalışmışdım. Sinifə daxil olarkən içimdə həyəcan və qorxu qarışıq idi. Dərs başladı və uşaqlar qruplara bölündü. Bizim qrupda oxuyan bir nəfər, digər 3 nəfər isə hazırlaşmamışdı. 5 nəfərlik qrupun 4 qrupun cavablandırdığı suallar bitmişdi və növbə bizə çatırdı. Oxuyan uşağın cavabını eşitdim və içimdən bir səs dedi: Nur Məhəmməd, sən də bilirsən, sən cavab verə bilərsən. Mən ayağa qalxdım və qəti bir səslə dedim: Müəllimə, mən deyim. Bütün uşaqlar və müəllimlər mənə çevrildi. Sədaqət müəllimə gülümsəyərək dedi: Buyur Nur Məhəmməd, səni dinləyirik. Ürəyim coşdu. Əllərim titrəsə də sualı cavablandırdım. O an direktorumuz ayağa qalxıb məni alqışladı. Sinifdəki uşaqlar məni qucaqladılar, təbrik etdilər. Müəllimələr də şok içində idi. Mənə baxıb dedilər: Nur Məhəmməd, əla iş çıxartdın. O an içimdəki sevincin həddi-hududu yox idi. Ürəyimdə düşündüm. Bax, səbr etdim, çalışdım, nəticəsini gördüm. Mən bacarıramsa, heç kim məni dayandıra bilməz. 9-cu sinif illəri mənim üçün həm çətin, həm də həyat dərsləri ilə dolu bir dövr idi. Fiziki məhdudiyyətlərim, tez-tez xəstələnməyim və yüksək qızdırmalarım gündəlik həyatımı çətinləşdirirdi. Bəzən 38, 39, 40 dərəcə qızdırma ilə üzləşirdim. Təzyiq problemim ortaya çıxırdı. Amma mən hər zaman özümə deyirdim: hər şey gözəl olacaq. Sadəcə səbr et. Allah sənin üçün böyük mükafat hazırlayıb. Bu sözlər içimdəki əzmi daha da gücləndirirdi. İmtahanlarda bəzən 50, bəzən 137, bəzən isə 120 bal toplayırdım. Nəticələr enişli və yoxuşlu idi. Amma bütün çətinliklərə baxmayaraq 9-cu sinifdə yekun 110 bal topladım. Düzdür, bəzi insanlar üçün az görünə bilərdi. Amma mənim yaşadığım maneələr və xəstəliklər fonunda bu böyük bir nailiyyət idi. 11-ci sinifdə isə vəziyyət daha da çətinləşdi. Hazırlıq dövründə bəzən xəstəliklər səbəbilə imtahanlara gedə bilmirdim. Həm də ətrafdakı insanlar mənə mənfi təsir göstərirdilər. Bu fiziki qüsurludur. Necə universitetə daxil olacaq? Uşağa əziyyət verirsiniz. Qoy evdə otursun. Universitet hara, bu uşaq hara. Belə sözlər mənim üçün həm sınaq, həm də motivasiya mənbəyi oldu. Hər dəfə bu sözləri eşidəndə içimdən bir səs deyirdi: Mən universitetə daxil olacağam, görəcəksiniz. Hər kəs o zaman susacaq. Blok imtahanlarının ilk cəhdində 53 bal topladı. Ailəm bu nəticəni gördükdə bir qədər ümidsizləşdi və mənə dedilər: Getmə, oxuyan deyilsən. Amma mən özümü dayandırmadım. İçimdəki səs yenə deyirdi: Sən bacaracaqsan, səbr et, hər şey gözəl olacaq. İkinci cəhdimdə balım yüksəldi və nəticə çıxanda hər kəs çox içində idi. Mənə mənfi sözlər deyənlər belə nəticəni görəndə təbrik etdilər. Həyətdəki qohum əqraba mənim uğurum üçün sevinirdi. Nəticələr çıxdığı gün 22 avqust 2024-cü il saat 23:24 idi. Mən həyətdə oturmuşdum, telefona baxırdım. SMS gəldi: İsmail Nur Məhəmməd, siz müsabiqə nəticəsində kodlu ixtisasa daxil olmuşsunuz. O an donub qaldım, sonra sevincimlə qışqırdım. Urra! Ağlamağa başladım. Anam yanıma gəldi. Nə oldu balam, niyə ağlayırsan? Mən qucaqlayıb dedim: Ana, mən universitetə daxil oldum. O gözləri dolu halda məni qucaqladı. Atam da gəldi və mən ona qaçaraq qucaqladım. Ata, mən bacardım. O da sevincdən ağladı. Səhərə gün Hacı Vüqar əmmin qəbrini ziyarət etdik. Orada ona dedim: Vüqar əmmi, sizə verdiyi sözü tutdum mən. Bu həyat təcrübəsi mənə öyrətdi ki, əgər Allah bir şey nəsib edəcəksə, bütün dünyası qarşı olsa da
onu sizə nəsib edəcək. Əgər Allah bir şey nəsib etməyəcəksə, bütün dünya çalışsa da siz onu ala bilməyəcəksiniz. Bu nəticə həyatımda və təhsil yolumda böyük dəyişiklik yaratdı. Allahıma daima şükür edirəm. Bölmə 4. Sevgi və dostluq. Sevgi və dostluq mənim həyatımda hər zaman ən böyük dəstək mənbəyi olmuşdur. Uşaqlıqdan başlayaraq dostlarım, əmoğullarım, dayıoğullarım və yaxınlarım mənim yanımda olmuş, mənə güc vermiş və hər çətinliyi aşmağı öyrətmişdir. Amma yol heç də həmişə asan olmamışdı. Maneələr fərqli, düşüncələr və bəzən qısqanclıq da vardı. Fəridə ilə münasibətim mənim üçün xüsusi idi. Hazırlıqdan evə gedərkən yolda çox danışırdıq. Həm ciddi mövzularda, həm də əyləncəli mövzularda. Bir gün parkda yavaş-yavaş addımlayırdıq. Ayaqlarım bəzən ağrıyırdı, amma söhbətimiz davam edirdi. Nur Məhəmməd, bəzən sənin bu qədər səbirli olmağın məni təəccübləndirir. Sən heç əsəbləşmirsən. Çətinliklər səni əzməz, dedi Fəridə, gözlərində həqiqi heyranlıq ilə. Bax, hər çətinlik mənə bir dərs verir. Sən də görürsən, ayağım qırılanda, xəstə olanda belə içimdə bir səs deyirdi ki, qalx oğul, hər şey yaxşı olacaq, cavab verdim, əlini tutaraq. Sənin bu daxili səsin. Mən buna heyranam. Mən də belə güclü olmaq istəyirəm, gülümsəyərək dedi o. Dostlarım, əmoğullarım və dayıoğullarım, Tərlan, Nurlan, Cavid, İlham və Pərvin mənim üçün əvəzsiz idi. Biz mini futbol oynayırdıq, gizlənbac oynayırdıq, hətta hündürməti belə. Fiziki məhdudiyyətim olsa da, onlar hər zaman mənimlə uyğun davranırdılar. Bir dəfə futbol oynayanda top mənə tərəf gəldi və ayağım ağrısa da onu tutmaq istədim əlim ilə. Nur Məhəmməd, sən bu topu tutacaqsan, mən bilirəm, Tərlan qışqırdı. Mən bəzən ağrıyıram, amma çalışacağım, dedim. Tutacaqsan, sən həmişə bacarırsan, Nurlan əlavə etdi. Mən də bilirəm ki, sən bacaracaqsan, Cavid dedi, əllərini havaya qaldıraraq. Hə, elədir, sən heç vaxt vaz keçməmsən, İlham da əlavə etdi. Düz deyirlər, Nur Məhəmməd, sən həmişə qalxırsan, Pərvin də təsdiqlədi. Topu tutduğum an hamımız qışqırıq sevinirdik. Oyun bitdikdən sonra hamısı mənə yaxınlaşdı, qucaqladılar və dedilər, bilirsən, sən fərqlisən, amma bu fərqlilik sənin gücündür. Hər dəfə düşəndə yenidən qalxırsan. Mən onlara gülümsəyərək cavab verdim. Bəli, siz haqlısınız. Mən çalışıram ki, maneələr məni əzməsin, amma özümü qiymətləndirirəm. Sevgi və dostluq mənim üçün xoşbəxtlik gətirmirdi, həm də həyat dərsi verirdi. Hər hərəkət, hər dəstək sözündə anlayırdım ki, əsl dostluq və sevgi yalnız sözlə deyil, hərəkət və diqqətlə göstərilir. Fəridə ilə parkda gəzintilər, dostlarla oyunlar və ailəmin yanımda olması mənə güc, əzim və inam verdi. Hər an bir diyaloq, hər bir gülüş, bir qələbə hissi mənim üçün motivasiya oldu. O anlarda başa düşürdüm ki, əsl sevgi və dostluq sınaqlardan keçərək birlikdə olmaqla daha da möhkəmlənir. İçimdəki hiss, daxilimdən gələn səs isə hər dəfə mənə deyirdi. Səbr et oğul, hər çətinlik bir dərsdir və sən bu dərsi öyrənəcəksən. Allah daima səninlədir. Bölmə 5. Sevgi hikayəm. Fəridə mənim həyatımda sadəcə bir dost və ya sevgili deyildi. O mənim əsl dəstəkçim, motivasiyam və ruhumu qaldıran insan oldu. Fiziki qüsurlu olduğum üçün uşaqlıqdan bəzən içimdə belə düşünürdüm. Bəlkə mən heç vaxt normal sevgi yaşaya bilməyəcəyim. Amma Fəridə bu ön mühakimələri heç vaxt qəbul etmədi. O hər zaman yanımda oldu, mənim kim olduğumu başa düşdü və hər çətin anımda mənə güc verdi, dəstək oldu. Hazırlıqdan evə gedərkən yolda uzun
mənalı söhbətlərimiz olurdu. Hətta ən çətin günlərdə belə o mənə deyirdi: Nur Məhəmməd, bil ki, sən güclüsün. Fiziki çətinliklər səni dayandıra bilməz. Sənin sözlərin mənə motivasiya verir, Fəridə. Sən olmasan bəlkə bu qədər əzimli ola bilməzdim, cavab verdim. Ürəyim dolu halda. Parka getdiyimiz günlərdə isə sadəcə oturub ətrafı seyr edirdik, quşları izləyirdik. Amma o anlar da mənim üçün çox önəmli idi. O mənə belə deyirdi: Nur Məhəmməd, səni olduğun kimi sevirəm. Fiziki çətinliyin mənim üçün heç bir fərqi yoxdur. Fəridə, bu sözlərin mənə güc verir. Sənin dəstəyin olmadan bəlkə bu qədər irəli gedə bilməzdim. Cavab verdim əlini tutaraq. Bu münasibət mənə öyrətdi ki, əsl sevgi yalnız gözəllik və ya fiziki vəziyyətlə ölçülmür. Sevgi qarşılıqlı anlayış, dəstək və inamla ölçülür. Hər çətin anında Fəridənin sözləri mənim üçün bir qalxan oldu. Sən bunlara qulaq asma, Nur Məhəmməd. Sən öz yolunda davam et və hər çətinlikdən daha güclü çıxacaqsan. Amma sevgini yalnız romantik münasibətlə ölçmək olmazdı. Sinif yoldaşlarım da mənə göstərdi ki, insanlar səni qəbul edə bilər və sən sevilə bilərsən. Bir dəfə 1-ci sinifdə ağır çantamla məktəbə gəlmişdim. Bəzi uşaqlar mənə kömək etdi. Nur Məhəmməd, çantanı gətirim. Bəli, sağ ol, cavab verdim. Hər il ad günlərimdə qohum əqrəba mənim ətrafıma yığışırdı. Mənim fiziki qüsurum heç kəsin sevgisini və diqqətini azaltmırdı. Qohumlar, əmoğullarım, Tərlan, Nurlan, Cavid, İlham, Pərvin və dayıoğullarım hər zaman mənim yanımda oldu, məni təbrik etdi və bir ilki kimi xoşbəxt oldum. Bu anlar mənim üçün mesaj verdi. Fiziki qüsur, xəstəlik və ya maneələr sevməyə və sevilməyə heç bir əngəl deyil. Əsl sevgi, qarşılıqlı anlayış, dəstək və inam üzərində qurulur. Hər dəfə Fəridənin sözlərini xatırlayanda ürəyimdə bir istilik yaranır və içimdəki bir səs deyir: Qorxma, sən sevilirsən və sən də sevirsən. Fiziki çətinliklər səni dayandıra bilməz. Beləcə mən öyrəndim ki, sevgi və dostluq yalnız sözlə deyil, hərəkətlə, diqqətlə və dəstəklə göstərilir. Hər çətinliyə baxmayaraq, mənim həyatımdakı insanlar, Fəridə, sinif yoldaşlarım və qohumlarım mənə bunu sübut etdilər. Bölmə 6. Universitet həyatı və hədəflər. Universitet həyatı mənim üçün sadəcə dərs öyrənmək deyildi. Bu sanki həyatın özü idi. Mübarizə, inam və hər səhər yenidən ayağa qalxmaq. Bəzən səhər yuxudan qalxanda bədənim ağrıyırdı. Sanki hər addım mənə bir sınaq idi. Amma içimdə bir səs deyirdi: Nur Məhəmməd, bugün də mübarizə günüdür, sən dayanmazsan. Səhər 2 kitab, 2 dəftər və 2 qələmimi sadə əl çantama yığırdım. Hər şeyi yüngül götürməyə çalışırdım. Amma bəzən o çantadan mənə ağır gəlirdi. Yolda asta addımlarla universitetə tərəf gedirdim. Qrup yoldaşlarım məni görəndə çox yaxınlaşıb kömək edirdilər. Ver, mən daşıyım, deyirdilər. Yox, narahat olma, mən öyrəşmişəm, cavab verirdim. Amma bəzən ağrının içində onların bu jesti məni çox təsirləndirirdi. Hər dəfə belə olanda düşünürdüm ki, insanın yanında anlayışlı insanlar olanda heç bir çətinlik keçilməz deyil. Universitetin həyətinə girəndə sanki bütün yorğunluğum azalırdı. Qrup yoldaşlarım salamlaşırdım. Salam, Nur Məhəmməd, yenə erkənsən bugün. Hə, biraz ağrı vardı, amma bu da keçər, deyirdim gülümsəyərək. Sən doğrudan da çox güclüsən, deyirdilər bəzən. Mən isə sadəcə başımı yerləyirdim. Onlara demirdim ki, bəzən oturmaq belə ağırlı olur, amma yenə də ayağa qalxıram. Çünki mənim üçün bu dərslər sadəcə təhsil deyil, mübarizənin bir hissəsi idi. Bir dəfə dərsdə müəllimə lövhəyə baxıb dedi: Nur Məhəmməd, bu cümləni oxu və tərcümə et. Ayağa qalxmağa çalışdım, amma belimdəki ağrı daha da artdı.
Müəllimə baxdı və dedi: "Əyləş, belə rahat olsan daha yaxşı olar." Oturaraq cümləni tərcümə etdim. Sözlər ağlımın içindən çıxırdı, amma səsimdə inam vardı. Dərs bitəndə müəllimə gülümsədi. "Mən səndə hər dəfə səbrin və gücün simvolunu görürəm." O an içimdə qəribə bir istilik hiss etdim. Bəli, mən bu yolun çətinliyini daşıyırdım, amma eyni zamanda bu yolda iz qoyurdum. Qrup yoldaşlarımla münasibətlərim mənim üçün ayrıca motivasiya idi. Onlar mənim fərqli olduğumu bilirdilər, amma bunu heç vaxt hiss etdirmirdilər. Bəzən kiminsə kitabı yerə düşürdü, mən dərhal əyilib götürürdüm. Onlar isə təəccüblə baxırdılar. "Ağrın olur axı, niyə əyildin?" "Yardım etmək ağrını azaldır," deyirdim gülümsəyərək. Bu cümlə sanki mənim həyat prinsipim idi. Hər kəsin bir yükü var, amma başqasına dəstək olmaq o yükü yüngülləşdirir. Günorta fasiləsində yeməkxanada oturanda qrup yoldaşlarımdan biri dedi: "Nurməhəmməd, sən çox pozitivsən. Bəlkə də biz sənin yerində olsaydıq, bu qədər gülümsəyə bilməzdik." Mənim üçün hər gülümsəmə Allaha təşəkkürdür. Hər nəfəs, hər gün bir hədiyyədir, dedim və onlar sakitcə başlarını tərpətdilər. Mənim həmin an masanın ətrafında sükut yarandı. Amma sükutun içində hörmət vardı. Onlar sadəcə baxışlarla "Biz səni anlayırıq," deyirdilər. Dərslər bitəndə kitabxanaya gedirdim. Bəzən masa arxasında oturanda belimdəki ağrılar məni sıxırdı. Amma düşünürdüm, ağrı keçicidir, amma təhsil qalıcıdır. Qrup yoldaşım bir dəfə yaxınlaşıb soruşdu: "Niyə hər dəfə ən axırda gedirsən buradan?" "Çünki hər səhifə mənim gələcəyimə atılan bir addımdır," dedim. Mənim üçün oxumaq sadəcə öyrənmək deyildi. Bu özümü sübut etmək idi. Dünyaya, ailəmə, dostlarıma və ən çox da özümə. Dərslər bitəndə yavaş-yavaş evə dönürdüm. Yol boyu şəhərin səs-küyü arasında düşünürdüm. Nurməhəmməd, sən artıq çox yol gəlmirsən. Əgər bu qədər ağrıya, yorğunluğa baxmayaraq buradasansa, deməli qalib gəlmirsən. Bəzən samaya baxırdım və Allaha səssizcə təşəkkür edirdim. Mənim həyatımın hər günü bir mübarizə idi, amma eyni zamanda bir möcüzə idi. Fiziki çətinliklər bəzən məni yavaşladırdı, amma heç vaxt dayandıra bilmirdi. Mən öyrəndim ki, iradə bədənin gücündə deyil, ürəyin dərinliyindədir. Və hər səhər universitetin qapısından içəri girəndə eyni cümlə beynimdə səslənirdi: "Mən buradayam və hər şey, hiçbir şey məni dayandıra bilməz." Bölmə 7. Əzm, hədəflər və uğur. Həyat mənə çox erkən öyrətdi ki, heç bir çətinlik insanın iradəsini sındıra bilməz. Əgər onun içində güclü bir inanc varsa. Fiziki qüsur, xəstəliklər, yüksək təzyiq və ağrılarla dolu illər mənim üçün sadəcə bir sınaq idi. Mən bu sınaqlardan qaçmadım. Əksinə, onlara baxaraq daha da güclü oldum. Hər səhər oyananda güclüyə baxardım. Bədəndəki zəifliyi görsəm də, içimdəki gücü daha çox hiss edirdim. Özümə deyirdim, bu gün də bir fürsətdir. Mən çalışacağam, öyrənəcəm və hər çətinliyi bir addım daha irəli getmək üçün çalışacağam, istifadə edəcəm. 9-cu sinifdən 11-ci sinifə qədər olan illər mənim üçün həm fiziki, həm də ruhən ən ağır dövrlər idi. Qızdırmalar, qrip, ayaq ağrısı, təzyiq dalğalanmaları, bunların hər biri mənim dözümümü sınağa çəkdi. Amma içimdə bir səs var idi. Elə bil Allahdan gələn bir güc. Səbr et Nurməhəmməd, hər çətinlik sənə bir dərs verir. Sən bunlardan daha güclü çıxacaqsan. Bəzən bu səsi anamın baxışında, bəzən dualarda, bəzən də sadəcə qəlbimdə hiss edirdim. İnan, bu hiss mənə hər dəfə ayağa qalxmağa, yenidən başlamağa səbəb olurdu. İmtahanlar yaxınlaşdıqca ətrafdakı sözlər də çoxalırdı. Bu fiziki qüsurlu uşaq necə universitetə daxil olacaq? Sən artıq evdə qal, oxumaq sənin üçün çox çətindir.
Bu sözlər məni sındırmadı. Əksinə, hər dəfə içimdə bir od yandırdı. Özümə deyirdim, mən göstərəcəm ki, hər şey mümkündür. Mən hədəfimə çatacağam və hər kəs buna şahid olacaq. Mənim üçün motivasiya təkcə məni sevənlərdən gəlmirdi. Bəzən mənə inanmayan insanların şübhələri mənim üçün yanacaq olurdu. Onlar bacarmaz dedikcə mən biraz daha çox çalışırdım. Hər dəfə də sübut edirdim ki, iman, səbir və iradə varsa, bədən deyil, ruh insana güc verir. Gündəlik həyatımda disiplin əsas idi. Mənim günüm sanki bir planla nəfəs alırdı. Səhərlər erkən qalxıb dərsləri gözdən keçirirdi. Saat 11-12-də qısa istirahət və telefonla məşğul olurdum. Sonra isə dərs oxuyurdum və günorta yeməyi yeyirdim. Arxasınca yazı və təkrar edirdim dərsləri. Sonra saat 5-7 arasında meydançada futbol və ya sakit gəzintiyə çıxırdım. Ondan sonra istirahət edirdim və yenidən dərsi təkrar etməyə başlayırdım. 19:00-20:00 arası isə axşam yeməyi, sonra isə yenidən film və motivasiya videoları izləyirdim. Ardınca isə biraz daha telefon və sosial fəaliyyətlə məşğul olaraq, sonra isə yuxuya gedirdim. Bəzən fiziki cəhətdən çox yorulurdum, amma içimdəki o səs yenə deyirdi, dayanma, Nur Məhəmməd. Bədən yorular, amma ruh heç vaxt əyilməz. Hər bir test, hər bir imtahan mənim üçün sadəcə qiymət yox, bir döyüş idi. 9-cu sinifdə topladığım 110 bal mənim üçün böyük qələbə idi. Çünki o bal sadəcə rəqəm deyildi. O, mənim səbrimin sübutu idi. 11-ci sinifdə də vəziyyət eyni idi. Xəstəlik, halsızlıq, amma qəlbimdə dəyişməz inam. 22 avqust 2024-cü ildə saat 23:24-də o tarix mənim yaddaşıma əbədi yazıldı. Telefonuma mesaj gəldi. İsmail Nur Məhəmməd, siz müsahibə nəticəsində filan kodlu ixtisasa qəbul olmuşsunuz. O an yerimdən sıçradım. Sevincdən qışqırdım. Urra! Mən bacardım. Anamın gözlərindəki yaş, atamın qürur dolu baxışı o an başa düşdüm. Mənim qələbəm təkcə mənim deyilmiş. Bu illərlə mənə dua edən insanların, səbirlə gözləyən valideynlərimin qələbəsi idi. O gecə göyə baxdım və sadəcə pıçıldadım. Şükür sən Allahım, səbrimin qarşılığını verdin. Bu həyat mənə öyrətdi ki, uğur təkcə nəticə deyil, o səbir, əzm və inamın birləşdiyi yerdir. Fiziki qüsur, xəstəlik, ağrı heç bir məqsədə çatmağa mane ola bilməzdi. Ən önəmlisi, Allaha inanmaq, özünə güvənmək və heç vaxt vaz keçməməkdir. Çünki insanın qəlbində işıq varsa, heç bir kölgə onun yolunu kəsmir. Bölmə 8. Motivasiya. Həyat bəzən önümüzə böyük maneələr çıxarır. Hər addımımızı sınayır, amma unutma, əziz oxucu, sən heç vaxt tək deyilsən. Hər çətinlik, hər sınaq sənin içindəki gücü kəşf etmək üçün göndərilən bir imtahandır. Həyatın hər anı sənə bir dərs verir və sən o dərsləri qəbul etdikcə hər maneəni aşmaq üçün daha da hazırlıqlı olursan. Bəzən özünü belə hiss edə bilərsən. Mən bacarmayacağam, bu mənim gücüm deyil. Amma əgər bu sətirləri oxuyursansa, demək ki, hələ də ümidim var. İnan ki, hər bir insanın içində bir işıq var. Bu işıq səni sınaqlardan keçirəcək. Hər düşdüyündə qalxmağa ruhlandıracaq. Fiziki qüsurlar, xəstəliklər, ailə çətinlikləri, sevgi çatışmazlığı, bunlar sənin dəyərini müəyyən etmir. Sənin dəyərin içindəki səbirdə, iradədə, əzmində və inamında gizlidir. Bəzən ətrafdakı sözlər ağır gələcək. İnsanlar səni anlamayacaq. Amma əsl güc başqalarının dediyində deyil, sənin içindəki səsdədir. Sən düşün ki, kiçik bir uşaq ayağını sındırır, bəziləri deyir. O yenə qalxmayacaq, amma sən bilirsən ki, qalxacaqsan. Sən çalışacaqsan. Hər yıxıldığında sən sadəcə daha güclü qalxırsan. Çünki yıxılmaq uğursuzluq deyil,
Yıxıldıqdan sonra qalxmaq əsl qüvvət və iradənin təzahürüdür. Motivasiya yalnız sözlərlə deyil, hərəkətlərdədir. Əgər səhər biraz daha çalışırsansa, hər kiçik uğuru qeyd edirsənsə, səhvlərdən dərs çıxarırsansa, artıq sən motivasiya dolusan. Hər addımın, hər qərarın sənin gücünü göstərir. Həyat sənin qarşısına deyəcək. Bunu edə bilməzsən, amma bu səs yalnız qorxudur. İçindəki ruh isə daima deyir. Qalx, sən bacaracaqsan. Sənə lazım olan tək şey inanmaqdır. Özünə inanmaq, gücünə inanmaq və ümidini itirməmək. Sevgi və münasibətlər də motivasiyanı tələb edir. İnsanlar deyə bilər, sən bunu edə bilməzsən, sən sevilməzsən. Amma sevgi zahirən deyil, sevgi qəlbdədir. Qarşılıqlı anlayışda, səmiyyətdə və hörmətdədir. Əgər özünü qəbul edir, başqalarını da anlayırsansa, heç bir maneə sevgi bağlarını qıra bilməz. Kiçik qələbələr böyük uğurlar aparır. Hər səhər universitetə, işə və ya həyatın gündəlik tapşırıqlarına davam edərkən sən motivasiyalı olursan. Hər kiçik addım səni daha böyük məqsədlərə yaxınlaşdırır. Hər səhv dərs verir, hər uğur irəliləməyə ruhlandırır. Unutma, hər birimiz qorxu, güvənsizlik, sevgisizlik və ailə problemləri ilə üzləşirik. Amma əgər sən özünə inanırsansa, heç bir maneə səni sındıra bilməz. Fiziki qüsurlar və həyatı çətinliklər səni sınayacaq. Amma sonunda sən güclü qalacaqsan. Hər bir çətinlik sənə öz içindəki işığı göstərir. Hər ağrı səbrini öyrədir. Hər sınaq iradəni gücləndirir. Hər dəstək insanlıq dəyərini xatırladır. Əgər hər gün bir addım irəliləyirsənsə, səhvlərdən dərs çıxarırsansa və hər uğurunu qeyd edirsənsə, artıq sən motivasiyada olsan. Hər düşdüyündə qalx, hər maneəni fürsətə çevir. Hər kiçik uğuru səni daha da irəli aparacaq. Sən öz həyatının qəhrəmanısan. Sən üfüqdə parlayan işıq olacaqsan və hər addımın öz işığını yayacaq. Sənə xatırladıram. Hər çətinlik yeni bir dərsdir. Hər maneə səni daha da gücləndirir. Özünə inan və ümidini itirmə. İçindəki güc sənin ən böyük sərvətindir. Həyatın maneələri səni sınayır. Amma sənin iradən onları aşmaq üçün kifayətdir. Sən güclüsən və hər addımın öz hekayəni yazır. Özünü sınamadan və iradəni ortaya qoymadan gerçək potensialını görə bilməzsən. Nəticə: həyat, məqsəd və əzm. Bu kitabı yazmaqda məqsədim sadəcə öz həyat hekayəmi danışmaq deyildi. Mən göstərmək istədim ki, fiziki məhdudiyyət, xəstəlik, ağrı və ətrafdakı mənfi fikirlər insana iradəsini sındıra bilməz. Həyatda hər birimiz sınaqlarla qarşılaşırıq. Kimisi görünən, kimisi görünməyən. Amma əsl güc bu sınaqlardan necə keçdiyimizdə və onlardan necə dərs çıxardığımızdan gəlir. Çıxardığımızda gizlidir. Uşaqlıq illərimdən bəri həyat mənim üçün daim bir imtahan oldu. Ayaqlarımın dəfələrlə qırılması, skalyoz problemi, qızdırmalar, xəstəxana yolları. Hər dəfə yıxılanda qalxmağı öyrəndim. Hər ağrı mənə səbir, hər çətinlik isə güc verdi. Allahın köməyi ilə ailəmin qayğısı, əmalılarımın sevgisi, dostlarımın və müəllimlərimin dəstəyi mənim üçün həyatın ən dəyərli dayağı oldu. 2014-cü ildə 4-cü ayaq qırığı hadisəsi mənim üçün ən böyük yadda qalanlardan biridir. Restoranda sürüşkən qafil üzərinə qaçarkən ayağım qırıldı. Təcili olaraq həkimlərə çatdıq, rentgen çəkildi, əməliyyat təyin olundu. Baş həkim Bayram doktor əməliyyat otağına məni təkərli yataqda apardı və əməliyyat uğurla başa çatdı. Narkozdan əvvəl mən həyəcanla düşünürdüm. Əgər uğursuz olarsa yenidən yeriyə biləcəmmi? Amma əməliyyat və 20 gün sonra ayağımın açılması mənə göstərdi ki, hər çətinlik bir fürsət və bir dərsdir. Fiziki qüsur sevməyə, sevilməyə mane deyil. Fərdi ilə münasibətim mənə öyrətdi ki, sevgi zahiri deyil, sevgi qəlbin gücündədir. Qarşılıqlı anlayış və səmiyyət varsa, heç bir çətinlik o bağları qıra bilməz.
Hazırlıq və universitet illəri dözümümü sınadı. İmtahanlar, xəstəliklər, yorğunluq, amma heç vaxt dayanmadı. Bəzən yalnız 2 kitab, 2 dəftər, bir neçə qələm daşıyırdım ki, paketim yüngül olsun. Bəzən çətin olurdu, amma qrup yoldaşlarım və müəllimlərim daim yanımda idi. Onların hər gün sabahın xeyir, gözün aydın deməsi mənə güc verirdi. Dərs zamanı bəzən fiziki çətinliklər yaşasam da, üzümə təbəssüm qoymağı heç vaxt unutmadım. Mən başa düşdüm ki, iradə bədənin deyil, ruhun gücündən doğur. Fiziki qüsurlu olmaq həyatın sonu deyil. Hətta normal görünən insanlar da içdən-içə qorxu, güvənsizlik, sevgisizlik və ailəvi çətinliklərlə mübarizə aparır. Mənim kimi sınaqlardan keçən hər kəs üçün dərs eyni qalır. Sən bacararsan, hər çətinlik, əməliyyat, imtahan, xəstəlik və ailə problemi bir fürsətə çevrilir. Hər dəfə kiçik qələbələr qazandıqca öz gücünüzü daha yaxşı anlayırsınız. Bir gün anam mənə dedi, Nur Məhəmməd, sən bu qədər əziyyət çəkirsən, amma heç vaxt ümidini itirmirsən. Bil ki, Allah səni sınaqlarla sınayır, amma sən qalib gələcəksən. Əziz oxucu, əgər sən də özünü zəif, bacarmayacaq, sevimsiz və ya tənha hiss edirsənsə, unutma. Sən güclüsən, hər çətinlik, hər sınaq, hər göz yaşları içində çəkilən əziyyət sənə bir güc verir. Dünyadakı ən böyük qələbə qorxuların üzərinə getməkdir. Özünü sevmək və özünə, gücünə inanmaqdır. Ümidini heç vaxt itirməmək həyatın ən böyük uğurudur. Yekun mesaj. Həyat heç vaxt asan olmayacaq, amma sən hər zaman qalib gələcək gücdəsən. Sənin yolun, sənin gücün və sənin hekayən. Bir başqasına ümid və ilham ola bilər. Hər sınaq sənə bir nur kimi parlayacaq və sən hər zaman qalxıb yeriyəcəksən. Həyatın hər çətinliyi bir dərsdir. Hər maneə sizi daha da gücləndirir. Siz də iradəniz və əzminizlə öz işığınızı parladın. Üfüqdə parlayan işıq kimi. Dərin təşəkkür və gələcək planlar. Dəyərli oxucu, kitabımı bura qədər oxuduğun üçün və dinlədiyin üçün sənə ürəkdən təşəkkürümü bildirirəm. Hər səhifədə mənimlə birlikdə həyatımın çətinliklərinə, uğurlarına və kiçik möcüzələrinə şahidin olduğun üçün minnətdarım. Həyatımın hər anını səninlə paylaşmaq mənim üçün böyük bir sevinç oldu və ümid edirəm ki, bu hekayə sənə də ilham verdi. Sən də əzmin və qətiyyətin nə qədər önəmli olduğunu xatırlatdı. Gələcəkdə isə yeni hədəflərin və planların var. Həyat davam edir. Hər gün yeni fürsətlər gətirir. Əgər bu kitab sizlər tərəfindən sevilərsə və dəyərləndirilərsə, mütləq davamını da sizlərlə paylaşacağım. Mənim yolum hələ bitməyib və ümid edirəm ki, səninlə yolun ilham və motivasiya dolu olacaq. Sən də öz həyatında qarşılaşdığın çətinliklərdən qorxma, əzmini itirmə və hər zaman məqsədinə doğru inamla addımla. Həyat bəzən sərt ola bilər, amma əzm və məqsəd onu gözəlləşdirir. Birlikdə yaşadığımız bu səyahət göstərdi ki, heç bir maneə ruhu sındıra bilməz və hər yeni gün sənə yeni imkanlar gətirəcək. Sonunda bir daha təşəkkür edirəm, əziz oxucu. Səninlə bu hekayəni paylaşmaq mənim üçün böyük bir şərəf idi. Həm sənə, həm də ətrafdakilərə bu kitab ilham verəcək deyə ümid edirəm. Gələcəkdə görüşənəcək, əzimlə qal, həyatın gözəlliklərini yaşamağa davam et. Və beləcə kitabın sonuna da gəldik çıxdı. Sona qədər dinlədiyiniz üçün əvvəla hər bir kəsə təşəkkür edirəm. Yaxşı ki varsınız. Ümidvaram bu kitabım hər bir kəsə motivasiya verdi, ilham verdi və həyatında müsbət dəyişikliklər yaratdı. Mənim bu kitabı yazmaqdan məqsədim insanlara motivasiya olmaq və onlara sübut etməkdir ki, fiziki qüsurlu olmaq ya sevgi ya da hər hansı bir necə deyim, işdə əngəl deyil. Əsas insanın öz ruhudur, öz düşüncəsidir, öz ağlıdır. Allah bizim belə deyim, fiziki qüsurlu etsə də, ən azından əqli qüsurlu deyilik, çox şükür. Hər bir kəsə bir daha təşəkkür edirəm. Abunə olub, like atıb, yorum yazmağı unutmayın.
Videonu da yaxın və dostlarınıza paylaşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Allah'a emanetsiniz.